Və həmçinin, subhanallah, bəzən bidət əhlindən olanlara hər hansısa bir söz deyəndə deyirsən, çox sərtsən. Vallahi, sələflər bidət əhlinin başına gələnləri hansısa müsibətə düşməklərinə sevinirdilər. Əhməd ibn Əbi Davud Cəhmiyyə məzhəbində idi. Quran-ı Kərimin yaradılmış olduğuna, məxluq olduğuna çağıranlardan idi. Abdüləziz ibn Yəhyə Əl-Məkki onun yanına girir. Hansı vaxt ki, Əhməd ibn Əbi Davud o iflic olur, hərəkət edə bilmir. İflic halda evində qalır. Və ona deyir ki, vallahi, mən səni ziyarət etmək üçün gəlməmişəm. Gəlmişəm ki, burada Allaha həmd edim ki, səni öz bədənində, öz evində həbs edib. Yəni deyir ki, gəlmişəm ki, deyim ki, Elhamdülillah ya Rabbi, bu bidətçini, bidətə düşəni, yaxşı ki, sən zəlil etmisən, rəzil etmisən. Öz cildində iflic edərək həbs etmisən. Həmd olsun sənə bunu şəst etdiyinə görə. Evindən çıxa bilmir və bidətini yaya bilmir. Bu sələflərin sözlərinə bax, subhanallah. Bizlərdən heç birimiz belə bir çətin, ağır, böyük söz işlətməmişik bidət əhlinə qarşı. Hansı ki, deyəsən ki, sələfi qardaşlarımız qeybət edirlər. Sələflər bidət əhlinin ölümü çatdığı zaman onlara ki, filan bidətçi ölüb, sevinirdilər. Bişir ibn Hərif deyir ki, mən bazarda olduğum zaman Mureysi deyilən biri bidət əhlindən olan onun ölüm xəbəri gəldi. Və o deyir ki, Elhamdülillahilləzi əmətə, onu öldürən Allaha həmd olsun. Və deyir, əgər cəmaat baxıb şöhrət yeri olmasaydı, bu şükür və səcdə səbəbi idi burada. Və vallahi, qardaşlarım, bidət əhlini dünyada tərk edib onlardan ayrılmaq daha yaxşıdır. Nəyin ki, onlarla ahirətdə bərabər olmaq istəməyəcəksən, vallahi. Kaş ki, dünyada onları tərk edəydim, onlarla bərabər olmayaydım deyəcəksən. İndi asandır. Sənə deyilir, tövsiyə edilir, nəsiyyət edilir. Tərk elə bidət əhlini. Oturub durma, qulaq asma. Statsa qoyur, 30 saniyəlik. Vallahi ondan daha gözəl danışan qardaşlarımız var. Sözləri var, nəsiyyətləri var. Ehtiyac yoxdur bizim bidət əhlinin nəsiyyətlərinə, statuslarına, 30 saniyələrinə. Sənin bidət əhlini dünyada ikən tərk eləməyin daha asandır. Nəyin ki, sənə çətin olacaq? Qiyamət günü Allahın qabağına Rasulunun düşməni ilə gəlmək, Rasuluna xain deyənlə gəlmək, Rasulunun sünnəsini tapdayanla, özünün havasına uyanla gəlmək ağır olacaq sənin üçün. Necə ki, bunu İbn Qayyim rahimehullah dildə and içir və deyir ki, vallahi, and olsun Allaha ki, bidət əhlinin, hava əhlinin dünyada tərk etmək daha asandır. Nəyin ki, onlarla bərabər qiyamət günü birgə olmaq. Sonra ayəni oxuyur. Yəhşurullezine zalemu və azvacahum. Allah Azze ve Celle deyir, zalimları və onların həmtaylarını bir yerə yığın. İbn Qayyim rahimehullah bunu bidət əhli ilə bərabər olmağa gətirir. Bidətçini və onun tayını, hansı ki, statuslara bidət əhlini qoyurdu. Hansı ki, sünnə əhlinə qəlbi nifrət edirdi. Qeybət edən kimi baxırdı. Məclislərində ürəyi sıxılırdı. Çünki qəlbi bidət əhlinə sevgi ilə doluydu. Deyiləcək ki, onu və onun tayını gətirin. Subhanallah. İmam Ömər ibn Xattab, möminlərin əmri və həmçinin İmam Əhməd deyir ki, və əzvacəhum, onların tayını, onlara oxşayanları, onlarla bərabər olanları, eyni sözü deyənləri gətirin deyiləcək qiyamət günü. Bəzi qardaşlar onlara baxıb, sanki ibadətlərinə, onların çox ibadət etməsinə, filanla və filanla allanırlar. Və buna bidət əhlinə allanmaq lazım deyil, vallahi. İmam Əl-Əcuri, rahiməhullah, deyir ki, bir kəs müsəlmanların imamına qarşı çıxarsa, müsəlmanların qanını halal sayarsa, cəmaatı bölərsə, qılıncı cəmaata qarşı çəkərsə, vallahi onun çoxlu Quran oxumasına, gecə namazına durmasına, oruç tutmasına, gözəl sözlər danışmasına, elmi ləfsləri dilinə gətirməsinə fikir vermək lazım deyil. Əgər xavaricilərin məzhəbindədirsə, bu söz hər birinə deyilir. Əgər rafizlərin mənhəcindədirsə, əgər hizbilərin mənhəcindədirsə, əgər rafizlərin yolundadırsa, əşarilərin yolundadırsa, maturidilərin yolundadırsa, fərq etməz bütün bidət əhlini, qardaşlarım, bütün bidət əhlini. İmam Avzai rahmehullah bidəti inkar etməyin vacibliyini bəyan edərək deyir ki, bidət çıxdığı zaman bidəti və onun əhlini inkar edin, yoxsa sünnə olacaq. İnsanlar onları yaxşı görəcəklər. İbn Teymiyyə rahmehullah, qardaşlarım, deyir ki, əgər danışan, söhbət edən, bidətə dəvət edəndirsə, insanlara onu bəyan etmək vacibdir. Çünki onun şərrini onlardan uzaqlaşdırmaq, insanları qorumaq və onun şərrinin qabağını almaq lazımdır. İbn Teymiyyə rahmehullah qeybət eləmirdi.
bidəti və onun əhlini bəyanını deyirdi. İnsanların dinlərini qorumaq üçün, daha böyük şərdən çəkindirmək üçün. Qardaşlarım, Əyyub Əs-Sixtiyani deyir ki, Əbu Qaləbə mənə dedi ki, ey Əyyub, məndən 4 şey əzbərlə. Quran-ı Kərimi heç bir zaman öz rəyinlə demə. Öz fikrünlə Quranı şərh etmə. Qədər, bidətinə girmə. Muhammed sallallahu aleyhi ve sellemin sahabələri haqqında danışıldığı zaman dilvi tut, artıq əksi danışma. Həmçinin sonda deyir ki, bidət əhlinin səsinin qulağına çatmasına icazə vermə. Qəlbivə şübhə atacaq. İstədiklərini qəlbivə atacaqlar, qulağımdan sırğı edəcəklər. Çəkin. Osman ibn Hadir deyir ki, İbn Abbasın yanına girdim, dedim ki, mənə nəsiyyət elə. 2 şey nəsiyyət elədi. Aleykə bil istiqamə, doğru yolda müstəqim ol və bidət etmə. Çəkindirirdi bidətdən. Və vallahi qardaşlarım, bidət iblisə günahdan daha sevimlidir. İbn Teymiyyə rahmehullah deyir. İslam alimləri deyir ki, İnnəl bid'ətə əhəbbu ilə iblis min məsiyə. Bidət iblisə günahdan daha sevimlidir. Çünki bidətdən tövbə edilmir. Çünki elədiyini doğru yol görür. Lakin günahlardan isə tövbə edilir. Günahlardan isə tövbə edilir. Sələfi alimlər bidət əhlinin elmlərini tərk etməyi nəsiyyət edirdilər. Tövsiyə edirdilər. Alimlər qardaşlarım, nə onların dərslərinə qulaq asmağı, nə də kitablarını oxumağı tövsiyə edirdilər. Hafiz İbn Əsakir rahimehullah deyir ki, mən Mu'təzililərin və digərlərinin Abdülcəbbər Ər-Razi vəl-Cəbai və Kə'bi və Nizami, bunlar kimi bidət əhlinin kitablarını tapdım. İcazəli deyil ki, onlara baxasan. Heç birinə baxmadım və yanımda saxlamadım. Hamısını tələf etdim. Çünki onlara baxmaq insanın qəlbinə şübhə salar. İnsanın qəlbinə şübhə salar və insan bundan qurtara bilməz. Bidət əhlinin, qardaşlarım, şübhələri çox olur. Sünnə əhlinin isə sabitliyi. Əhl-i sünnə, onlar yəqin üzərində sabitdirlər. Onlarda şək yoxdur. Bidət əhli isə bidətlərində dərinləşdikləri qədər onların şübhələri də artır. Onun üçün çox vaxt görürsən ki, xoruz döyüşləri axtaran kimi, gəl münaqişə eləyək, gəl söhbət eləyək, gəl danışaq, gəl bunu məsələni müzakirə eləyək. Hamımızı çağırıram müzakirəyə. Xoruz döyüşü də elə bilirsən. Çünki şübhəsi çoxdur. Mən dinimdə yəqindəyəm. Get dinini axtar. Sən get axtar. Mən şübhəm yoxdur olduğum əqidəmə, mənhəcimə, yoluma, sünnə əhlindən olduğuma. Elhamdülillah. Onun üçün bidət əhlindən olanların şübhələri çox olar, tərəddüdü çox olar. Əhl-i sünnəsi sabitdir bu məsələdə. Əhl-i sünnənin, elhamdülillah, alimləri, böyük elm tələbələri var. Hansı ki, Allah onlarla bu ümmətə fayda verib. Allah azza və cəllə faydalandırıb əhl-i sünnə vəl cəmaanı bidət əhlinə rədd etməklə. Çünki, qardaşlar, əhl-i sünnə danışdığı zaman əqidədən kitab və sünnəyə uyğun danışırlar. Rədd etdikləri zaman kitab və sünnə ilə rədd edirlər. Öz nəfsləri ilə deyil. Bidəti sünnə ilə rədd edirlər. Bidəti bidətlə rədd eləmirlər. Şeyh Salih ibn Abdüləziz Əli Şeyx deyir ki, bidət əhlinə rədd etmək bu, ümmətin, İslam alimlərinin bütün əsrlərdə olan halıdır. Bütün əsrlərdə olan halıdır. Onun üçün, elhamdülillah qardaşlarım, biz bidəti rədd edən, bidət sözü rədd edən, əməli rədd edən, özünü rədd edən, bidətçini rədd edən bir kəsə sən qeybət edirsən deyə bilmərik. Əhl-i sünnənin digərlərindən fərqi, əhl-i sünnə qardaşlarım, əlamətidir. Kitab, sünnə, sələfin fəhmi, ümmətin icması. Bu məsələlərin üzərində, elhamdülillah, yollarını davam edirlər. Rəylərini, ağıllarını, fasid fikirlərini Allahın dininə yürütmürlər. Onun üçün, vallahi, insan qorxmalıdır, çəkinməlidir, Allahdan qorxmalıdır, bidətin yayılmasına, bidətçilərin digər insanlar arasında tanınmasına səbəb olmaqdan. Qorx Allahdan, çəkindirirəm səni, Allahla qorxuzuram. Bidətçilərin tanınmasına, sözlərinin yayılmasına, insanlar arasında geniş qəbul edilməsinə səbəb olma. Vallahi, sən də onlarla həşr olunarsan. Qorx Allahdan. Və son olaraq, qardaşlarım, bütün qardaşlarıma tövsiyəm budur ki, sələfi alimlərini dinləsinlər, sələfi elm əhlini dinləsinlər. Onların bidət əhli haqqında yazdığı kitablarını oxusunlar. Bidət əhlinə rədlərini oxusunlar. Bu barədə əhl-i sünnənin mövqeylərini oxusunlar. O zaman, elhamdülillah, haqqı batildən ayıracaqlar. Çünki əhl-i sünnə bidətləri bəyan ediblər. İcmali və təfsili, qısa və geniş rədd ediblər. Keçmişdə olanlar və indikilər, açıq-aşkardır vallahi risalələri, bidətə rədləri, bidət əhli haqqında sözləri, əhl-i sünnə vəl cəmaanın bu məsələdə müəllimi, ilk müəllimi Muhammed sallallahu aleyhi və səlləmdir, qardaşlarım. Sonra isə ona gözəl şəkildə tabi olanlar, sonra isə gözəl 3 əsrdə yaşayanlar, xeyirli əsrdə olanlar, sonra isə günümüzə qədər gələn alimlər.
Bu nəsihət və tövsiyəni məndən Allah üçün sevdiyim, şəxsiyyətinə hörmət etdiyim gözəl qardaşım istəmişdi və əlhamdülillah bu nəsihəti daha da çox uzun etmək olardı. Lakin dinləyənlərin yorulmaması və məsələnin məqsədini anlamaları üçün bu şəkildə qısa olaraq tutduq. Allah Azza və Cəllə eşidib fayda alanlardan etsin.